Qardaş bugün mənə zəng elədi ki, Sumqayıtdan gəlirəm, 8900-ə bu maşını sat. Daha doğrusu 9900-ə danışmışdıq. Öyrəndi ki, kompresorunda nasazlıq var, onun da qiymətini artıqlaması ilə çıxdım. 300 manata komplekt dəyişə bilər sadəcə. Problem deyil. Maşının bunlarda tok itirmə xəstəliyi olur. Qoy bir dənə oturum müəllim. Zəhmət olmasa. Bunlarda tok itirmə xəstəliyi olur. Qardaş 700 manata bütün hamısını tərtəmiz eləyib. Yəni maşında tok itirmə xəstəliyi yox, motor korobka əla vəziyyətdə, böyük monitor, arxa görüntü kamera, lük işdə vəziyyətdə, bir dənə dediyim kimi kondisionerdir, o da 200 manata rahatlıqla həll eləyə bilərsiniz. Bir manat çıxmışam ki, ortada söz söhbət olmasın. 4 qapı Keylesko, salon səliqəli, motor korobka ondan səliqəli, farsunkalarına kimi yuyulubdur. Tam əla vəziyyətdə, heç bir xərci qlobalni yoxdur. Maşınımızın ən əsası qiyməti 8900 manat. Bilirsiniz hansı sözü işlədəcəm? Səhifəmizə takib atın. Amma sən yenə atmayasan, yenə də at. Nə olar? Bax bir dənə də deyirəm. Səhifəmizə takib atın ki, elanlarımızı qaçırmayın. Ünvanımız Nəsim metrosunun yanı. Əlaqə nömrələrimiz səhifəmizdə real müştərilər zəng eləsin.